Və Economics ölkə və dünya iqtisadiyyatında baş verən xəbərləri təqdim etməsi üçün qonşu studiyaya bağlanırıq. Rasim Şərifov oradadır. Salam Rasim, buyurun söz sizlərdir. Bizim bugün üçün Economics'ə maraqlı xəbərlərimiz var. İlk olaraq qeyd edim ki, manatın məzənnəsi yenə düşüb. Dünya birjalarında neftin qiyməti də eniş etməyə başlayıb. Bu və digər xəbərlərlə az sonra. Buyurun. Beləliklə efirdə Economics'dir. Manat dollara nisbətdə bugün də ucuzlaşmaqda davam edir. Buna baxmayaraq valyuta dəyişmə məntəqələrində ötən günlər baş verən ajitaj əsasən səngiyib. Mərkəzi Bankın məzənnə siyasətindəki dəyişikliyi elan etməsindən sonra vətəndaşlar arasında bir qədər qeyri-müəyyənlik yaşansa da, artıq bugün bu qeyri-müəyyənlik müşahidə edilmir və üz tutduğumuz bütün valyuta dəyişmə məntəqələrində bildirirlər ki, artıq bugün onlara müraciətlərin sayı da kəskin azalıb. Müraciət edənlər daha çox 10 min, 20 min manat arası dəyişmək istəyənlər olub. İnanın ki, 50 manatını da dollar eləmək istəyən var. Dollar var yoxsa yox? Var. Yəni istənilən məbləği dəyişirsiniz? Məbləğdə limitimiz nə qədərdir, o qədər dollarımız olur. Vətəndaşlarsa deyir ki, son günlər yaranan bu ajitajın səbəbi əsasən məlumatsızlıqdır. Doğru düzgün məlumat verildi, cəmaat çaşbaş qalmır. O məlumatı olmayandan sonra mən də çaşbaş qalaram. Mən arxayınam ki, bizim manatımız mənə elə gəlir ki, qüvvəsində də qalacaq, necə ki qiymətli də elə də qalacaq qiymətində. Mütəxəssislərin fikrincə vətəndaşlar özləri də manatlarını dollara dəyişməyə maraqlı olmamalıdırlar. Əks halda yenidən onu manata dəyişib xərcləyərkən itki ilə üzləşəcəklər. Ekspertlərin fikrincə qeyri-müəyyənliyin bir səbəbi də banklar və valyuta dəyişmə məntəqələrində vəziyyətdən sui-istifadə edilməsidir. Xırdaca bir sui-istifadədən yaranan ajitaj Rusiyada olan prosesləri təsvir ediləməsə hər halda Azərbaycanın iqtisadiyyatına ciddi zərbə var. Azərbaycanın iqtisadiyyatını 20 ilin ərzində gətirib ərsəyə çatır, kifayət qədər dayanıqlı və dünyanın 140-dan artıq ölkəsinin timsalında gətirib rəqabət qabiliyyətini 38-ə çatdırmışıq. Əgər belə bir səviyyə çatdırmışıqsa, sadəcə manat ajitajı ilə onu pozmaq vicdanlı hərəkət deyil. Qeyd edək ki, manat son 4 gün ərzində dollara nisbətdə 0,17% ucuzlaşıb. Aysel Fərziyeva, Turab Məmmədov, Lider TV. Əksər kommersiya banklarının təklif etdiyi yüksək kredit faizləri İslam bankçılığını gündəmə gətirir. Bu bankların ənənəvi banklardan fərqi nədir? Daha tərəfli əməkdaşımız Rövşən Abdurrəhmanlanın süjetində. İslam bankçılığının əsas üstünlüyü odur ki, burada kreditlər faizsiz olur. Ənənəvi kommersiya banklarından fərqli olaraq kredit ödənişi gecikdiriləndə belə əlavə cərimə faizləri hesablanmır, gecikmələr müştəriyə bağışlanır. Üstünlüklər bununla bitmir. Gənc biznesmen öz layihəsini təqdim edir və o layihəsinə görə aldığı pulun işlətdiyi zaman onun üzərində gəlir götürdüyü halda gəlirdən bankla şərik olur və o hissəsinin pulunu verir. Əgər deyək ki, o işi alınmırsa, ya onun fəaliyyəti uğurlu nəticələnmirsə, bu halda o, həmin şirkət banka görə buna görə faiz ödəmir, əlavə pul ödəmir, yalnız borcun özünü qaytarır. Belə bankların ənənəvi maliyyə təşkilatlarından fərqli olaraq yalnız özlərini deyil, həm də müştərilərini düşünməsi isə onlara əlavə dividend qazandırır. Əgər bank bugün müştəri ancaq mənfəti özü alırsa, müştəri itirirsə, sabah bank varlaşar, amma artıq müştəri qalmaz. Amma İslam bankçılığı nəzərdə tutur ki, mən eləyim ki, müştəri sabah da gəlsin. Mütəxəssislər hesab edir ki, İslam bankçılığının inkişafı bankların bahalı kredit siyasətinə zərbə vurmaqla yanaşı, ümumilikdə ölkədə kredit faizlərinin aşağı düşməsinə də müsbət təsir göstərə bilər. Lakin hələlik ölkədə xüsusi ixtisaslaşmış İslam bankçılığının olmaması bu prosesi ləngidir. Bakıda İslam maliyyəsi, müasir vəziyyət və gələcək gözləntilər mövzusunda beynəlxalq konferansın keçirilməsini isə bu işə böyük töhfə verəcəyi deyilir. Rövşən Abdurrəhmanlı, Rüfət Əliyev, Lider TV. Neftin qiyməti 40 dollar olsa belə Gazprom 2015-ci il üçün investisiya proqramları və büdcə tapşırıqlarını yerinə yetirəcək. Şirkət rəsmisi belə bəyanatda çıxış edib. Əgər dünya bazarında neftin qiyməti il boyu 40 dollar səviyyəsində qaldığı təqdirdə də biz büdcədə nəzərdə tutulan və qarşımıza qoyduğumuz bütün investisiya proqramlarını həyata keçirməyə tam hazırıq. Gazpromun ötən il qaz ixracında illik gəlirinin 18,6%-ni itirməsinə baxmayaraq bu bizim investisiya proqramlarımızın həyata keçirilməsinə heç bir maneə yaratmayacaq.
Bu arada neft bazarında qiymətlər yeni 60 dollardan da aşağı düşüb. Brent markasından olan neftin bir bareli təqribən 59 dollardır. Light nefti isə 50 dollara təklif olunur. Qiymətli metallar bazarında qızıl dəyərini artırıb. Onun bir unsiyasının qiyməti 1221 dollara yüksəlib, gümüş daha çox artım edib və indi 16 dollar 78 sentə satılır. Platin də bahalaşıb, digər metallar isə qırmızı zonadadılar. Fond bazarında əksər indekslər də qırmızı zonadadır. Amerikanın səhm bazarında bu saatə eniş nümayiş etdirib. Yaponiyanın Nikkei 225 indeksində artım nəzərə çarpır. Avropanın səhm bazarında isə dinamika əsasən mənfidir. Nəhayət, valyuta məzənələri son həraclarda avro-dollar 1.13.62 olub, dollar yen 119, funt sterling dollar isə 1.54.31-ə mübadilə olunur. Azərbaycan manatının digər valyutaların nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələr isə belədir. Manat dollar nisbətdə enişi yenə davam edir. İndi 1 manat 78,57 qəpikdir, 1 avro 89 qəpik yarımdır, Rusiya rublu 1,2 qəpikdən bir qədər yuxarı, Türk lirəsi isə 32 qəpikdir. Hörmətli tamaşaçılar, sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə 497-61-57 nömrəli qaynar xəttimizə də zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləməklə qarşılaşdığınız hər hansı hadisəni Liziya televiziyasına göndərə bilərsiniz. Günel ekonomik sayılan vaxt bu qədər. Buyur söz yenidən sənindir. Təşəkkür